Azərbaycan yenidən Türkiyə mediasında ölkə ilə bağlı əsasən də İsrailə münasibətlər mövzusunda yayılan xəbərlərə etiraz edib. Hökumətyönlü AP agentliyi geniş məqalə dərc edərək bunun planlı və məqsədyönlü şəkildə aparılan saxta xəbər kompaniyası olduğunu iddia edib. Məlumatda qeyd olunub ki, bu barədə daha əvvəl də rəsmi təqziblər yayılıb. Xüsusilə Azərbaycanın İsrailin yarısdan kənarlaşdırılması halından Eurovision mahnı müsabiqəsindən geri çəkiləcəyi barədə iddialar rədd edilib. Medianın İnkişafı Agentliyi isə sentyabrın 23-də bəyan edib ki, Bakı Sudandan Ukraynaya silah göndərir iddiaları da güya dezinformasiyadır və həmin xəbərlər Türkiyə mediasında tirajlanıb. APA'nın son məqaləsində bildirilir ki, kampaniya artıq ayrı-ayrı media orqanlarının hüdudlarını aşaraq sistemli xarakter almağa başlayıb və Azərbaycanın dəfələrlə etdiyi rəsmi etirazlarına baxmayaraq davam etdirilir. APA'nın yazısından əlavə edilib ki, Türkiyə hökumətindəki mənbə bu məsələsinin rəsmi dairələrdə araşdırıldığını bildirib. Məqalənin sonunda Türkiyə mediası dövlət və media siyasətində qırmızı xəttləri nəzərə almağa çağırılıb. Əlbəttə, Türkiyə-Azərbaycan münasibətlərindəki son gərginliyin təhlilini bədii və nəşr formatında təqdim edə bilərəm. Türkiyə ilə Azərbaycan arasındakı əlaqələr həmişə bir millət, iki dövlət fəlsəfəsinin sarsılmaz təməli üzərində qurulmuşdur. Bu təməl xüsusən də 2020-ci ilin müharibəsi zamanı özündən ən güclü ifadəsini taparaq regionun geosiyasi xətirəsini yenidən cızdı. Lakin son dövrlər bu qardaşlıq bağlarında belə Cənubi Qafqazda yaranan yeni reallıqların və regional ambisiyalarının doğurduğu nəzik gərginliklər və fikir ayrılıqları müşahidə olunur. Bu gərginliklərin əsas qaynağı siyasi və iqtisadi sahələrdəki strateji fərqliliklərindən irəli gəlir. Ən mühüm fikir ayrılıqları Tripin layihəsi ətrafında cəmləşir. Bu dəhliz Naxçıvan Azərbaycanın əsas hissəsi ilə birləşdirməklə yanaşı, həm də Türkiyə üçün Orta Dəhliz adlanan və Asiya-Avropa ilə birləşdirən vacib bir ticarət kapısı açır. Ankara bu dəhlizi regional iqtisadiyyata inqilab edərək və özünün qlobal ticarət mərkəzi rolunu gücləndirərək bir layihə kimi görür və onun sürətli reallaşmasını arzulayır. Bakı isə dəhliz öz nəzarəti altında mənasız və erməni gömrük yoxlamaları olmadan fəaliyyət göstərməsində qətiyyətlidir. Bu qətiyyət isə İranın sərhəd narahatlıqları ilə toqquşur. Türkiyə regiondakı digər güclərin, xüsusən Rusiya və İran sülhə mane törətməsindən narahat ikən, Azərbaycan öz məqsədlərinə çatmaq üçün daha qətiyyətli və müstəqil addımları atır. Bakının bu artmış regional müxariyyət və İsrail kimi digər güclərlə balanslaşdırılmış münasibətlər qurma səyləri bəzən Ankara ilə taktiki ziddiyyətlər yarada bilər. Son aylarda müşahidə olunan narahat edici məqam isə Türk mediasında Azərbaycan haqqında yayılmış yanlış və təhrif olunmuş xəbərlərin artmasıdır. Azərbaycan tərəfi bu cür xəbərlər kompaniyalarının qardaşlıq münasibətlərinin ruhuna zidd olduğunu və bu fəaliyyətlərinin təsadüfi deyil, məqsədyönlü şəkildə həyata keçirildiyini bildirib. Ən böyük narahatlıq isə bu cür hallara qarşı Türkiyənin rəsmi dairələrinin lazımi reaksiyanı verməməsidir. Bu süskunluq Bakı ictimaiyyətində Türk mediasında qarşı etimadın azalması riskini yaradır və belə vəziyyətlər bir millət, iki dövlət ideologiyasının davamlılığını üçün həssas məqam hesab olunur.